Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Hər birinizi salamlayıram. 9-cu siniflər üçün növbəti testlərimizin izahına baxaq. Birinci sual. Hansı cümlədə bir sözü say kimi işlənmişdir? Ümumiyyətlə bir sözü say və ədat kimi işlənir. Bir sözünü əgər biz başqa bir saydan əvəz ediriksə say, yox, əvəz eləyə bilmiriksə ədat kimi işlənir. Bir dön bizim Bakıya bax. Biz buna 2 dön bizim Bakıya bax deyə bilmərik ədatda. Ona 1 manat lazım idi, 2 manat lazım idi deyə bilərik. Demək, bir variantında bir sözü saydı. Bir səni görə biləydi, bir burada kaş səni görə biləydi, ədat kimi işlənir. Bir yaradana inanırdı, yəni yalnız yaradana inanırdı. Yenə ədatdır. Sən bir dəniz olaydın. Burada da bir, yenə qüvvətləndirir fikri, ona görə ədatdır. Cavabımız B variantıdır. İkinci sual. Hansı cümlədə sifət adi dərəcədə işlənmişdir? Elə A variantında balaca sözü adi dərəcədədir, C orada ədat deyil. B variantında ən səxavətli, ən sifətin əvvəlində gəlib və çoxaltma dərəcəsi əmələ gətiribdir. C variantında ümumiyyətlə sifət yoxdur. Burada gözəl sözü feildən əvvəl gəldiyinə görə zərfdir. D variantında xırdaca sözündə C ədatı sifətə artırılıb və sifətin çoxaltma dərəcəsini əmələ gətiribdir. Y variantında da yenə sifət yoxdur. Pis burada feildən bağlıdır. Demək ki, zərfdir. Cavabımız A variantıdır. Üçüncü sual. Uyğunluğu müəyyən edin. Dəvə dabanı, kəklik, otu. Demək, bunlar nədir? Mürəkkəb isimlərdir. Və tərkibində mənsubiyyət şəkilçisi olan mürəkkəb isimlərdir. Dəvənin dabanı, kəkliyin otu. Demək, biz nə etməliyik? Mürəkkəb isim tapmalıyıq və tərkibində mənsubiyyət şəkilçisi olmalıdır. Tosuran mürəkkəb isimdir, amma tərkibində mənsubiyyəti yoxdur. Ağaçdələn tərkibində mənsubiyyət yoxdur. Əzi yüzük sifətdir. Xısın, məsələn, ağlayırdı. Bu da zərfdir. Ayaqqabı, ayağın qabı. Burada nədir? Mənsubiyyət şəkilçisidir. Cavabımız Y variantıdır. Dördüncü sual. Şeir parçasındakı isimlərin halını müəyyən edin. Eşqin, eşqin. Bu nədir? Yiyəlik haldadır. Birinci demək yiyəlik hal gəlir. Yanğısından çıxışlıq haldadır. İkinci çıxışlıq hal gəlir. Gözəl şey nə var? Burada şey isimdir. Adlıq haldadır. Onsuz nə gül gülər, nə bulut ağlar. Gül də, bulut da yenə hamısı adlıq haldadır. Demək cavabımız olur A variantı. 5-ci sual. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Sənsiz şəxs əvəzliyidir, yanlış fikirdir. Sən əvəzliyindən sənsiz sifəti düzəlibdir. Doğru yazılıb qabağına, amma əslində yanlış yazılmalıdır. Hər an təyini əvəzlikdir, yanlış fikirdir. Hər an, hər vaxt, hər zaman bu tipli sözlər zərfdir. Ayrı yazılan mürəkkəb zərflərdir. Filankəs mürəkkəb təyini əvəzlikdir. Mürəkkəb əvəzlikdir, amma təyini yox, qeyri-müəyyən əvəzlikdir. Səhv fikirdə qabağına da səhv yazıb deyə bax bunu doğru cavabımız olaraq götürürük. Mənlik əvəzlikdən düzəlmiş sifətdir. Mən əvəzliyindən mənlik düzəlib, amma sifət yox, isimdir. Yanlış fikirdir. İşarə əvəzlikləri quruluşuna görə sadə olur. Bəli, sadə olur, amma qabağına yanlış yazıb. Buna görə bunu götürə bilmərik. Cavabımız olur C variantı. Yanlış fikrə həqiqətən yanlış yazdığına görə. 6-cı sual. Durğunluq sözünün fonetik təhlili ilə bağlı yanlış fikri göstərin. Sözün düzgün deyilişi durğunluq formasındadır. Yazılışı və tələffüzü arasında 3 fərqli məqam var. 3 yox, durğunluq. 2 fərqli məqam var. Bizdən də yanlış istədiyinə görə elə cavabımız A variantı olur. Sözdə vurğu sonuncu hecəyə düşür. Durğunluq, bəli, sondadır. Qalın saytların ahəngi gözlənir, bəli, saytların hamısı qalındır. Söz kar samitdən bitir, bəli, durğunluq x-dan bitir, düzdür. Sözdəki bəzi səslərin qarşılığı yoxdur. Məsələn, r-nın, n-nın qarşılığı yoxdur, bu da düzdür. Cavabımız A variantıdır. 7-ci sual. Hansı cümlədə elə sözü ismi izah etmir? Yəni, isimdən əvvəl işlənməyib. Elə danışırdı, baxın, elə burada. Elə sözü burada zərf əvəz eləmiş olur. Çünki feildən əvvəl gəlir. Cavabımız A variantıdır. Elə məsələ, elə uşaq, elə insan, elə avtomobil digərlərinin hamısında ismi izah eləmiş olur. 8-ci sual. Cədvəldə hansı rəqəmlərin yeri dəyişdirilsə uyğunluq gözlənmiş olar? Məsələn, burada dağıntı nə? Dağıntı isimdir. Bizə dəyişdirilsə deyir.
Demək 9-u götürməməliyik. Kəndli isimdir. 6-yı götürməməliyik. Dadlı sifətdir. 3-ü götürməliyik. Sonra basabas başladı. Nə başladı? Basabas isimdir. 1-i götürməməliyik. Rəngarəng sifətdir. 2-yi götürmürük. Azadlıq. Nə azadlıq? İsimdir. Ona görə cavabımız olur B, 3, 4. Yerli sifətdir. Həminki sifətdir. Bir sıra azacıq. 1, 2 onlarla bunlar da saydı. Cavabımız B variantıdır. 9-cu sual. Hansı cümlədə həm hal, həm də mənsubiyyət şəkilçisi işlənmiş işarə əvəzliyi var? Həm hal, həm də mənsubiyyət. Demək, A variantında ümumiyyətlə işarə əvəzliyi yoxdur. Öz təyin əvəzlikdir. B variantında elə işarə əvəzliyidir, amma yalnız mənsubiyyət şəkilçisi qəbul edibdir. C variantında bu işarə əvəzliyidir, amma heç bir şəkilçisi qəbul edilməyibdir. D variantında eləsinə. Elə sözün köküdür, S bitişdirici I mənsubiyyət şəkilçisidir, N bitişdirici Ə yönlük hal şəkilçisidir və yaxud da ki, beləsinə. Bu da yenə eyni haldır. Həm hal, həm də mənsubiyyət şəkilçisi var. Cavabımız olur D variantı. 10-cu sual. Məntiqi ardıcılığı tamamlayın. Ürəyi yanmaq, can vermək, cana gəlmək. Demək, bunlar nədir? Frazeoloji birləşmələrdir. Və can vermək, cana gəlmək. Baxın, burada frazeoloji birləşmələr verilib. Bizə verilən frazeoloji birləşmələr həqiqi mənada işlənmir. Ürəyi yanmaqdır, can verməkdir, cana gəlməkdir. Hamısı məcazi mənadadır. Başa vurmaq frazeoloji birləşmə olsa da, nəyisə həqiqətən başa vurmaq olar. Bu həqiqi mənada da işlənir. Əlindən tutmaq frazeoloji birləşmədir, amma həqiqətən də əldən tutmaq olar. Bu da həm həqiqi, həm məcazidir. Qara yaxmaq frazeoloji olar, amma rəng yaxmaq mənasında həqiqi mənada ola bilər. Xoşu gəlmək. Baxın, bu yalnız frazeoloji birləşmə kimi işlənir. Yola düşmək də həm həqiqi, həm də məcazi mənada işlənə bilər. Yəni, insanlar yola düşdülər, qonaqlar yola düşdülər. Məcazi mənada top yola düşdü, həqiqi mənada olar. Cavabımız D variantıdır. Bugünkü izahımız bu qədər. Sağ olun, növbəti izahlarda görüşənə.